Gönlüm çağlamaz, neden küsüp öz gününe ağlamaz, neden təbib əvvəlki tək çağlamaz, susar mı oxuyan dillər a bülbül, yayılsın avazın lalələr üstə, bağlansın boynuna güllərdən dəstə, səslənsin yanıqlı gözəl şikəstə, axsın gözlərindən sellər a bülbül. Bax, mən qeyd elədim, yəni musiqiyə önəmdə axsın və sevinçdən o şikəstə çalınanda bülbülün gözlərindən sellər axmasını, bax, o vəziyyətdə göstərir. Deyəsən olubdur eşqindən xəstə, qəlbimi ondan sən geri al, istə. Əgər ki, səninlə gəlmək istəsə, xəbər tutsun məndən ellər a bülbül. Və bu da bir daha bizə sübut edir ki, Rahilə xanım da öz yaradıcılığında bir bülbüldür. Və bülbül dilləri ilə görünə qədər gözəl şeirlərə gözəllik verir. Hər halda ellər anası yuxun gəlir deyəsən, gəlmir ki.